İndi isə keçək part 2-ya. I özündən sonra T veya N veya S gələrsə qısa I sesini verir. Beat, been, this, discover. I özündən sonra R gələrsə həmişə Ö Britaniya ləhcəsində, Amerikan ləhcəsində. Sir, bird, first Britaniya ləhcəsində. Sir, bird, first. O özündən sonra T, G və ya da P gələrsə O və ya da ki A sesini verəcək. Hot. Nə? O deyil, hot demirsən. Nə? Hot demirsən. Hot. 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 Dog. Dog. Top. Topda artıq tamamilə O'dur. Bunlarda isə aksentə görə kiminsə ola bilər ki, dinlədiyiniz zaman kimsə orada özü üçün dog da deyə bilər. Yəni bu qarşısına alınacaq deyil. Təbii ki, amma biz sırf qrammatik qaydadan danışırsa, O və A arası. Dog, dog, hot, isti, it və top yuxarı mənada. O və R birləşməsi. O uzun O mənasını verir və ya da ki or, for, more. Britaniya ləhcəsində isə for you, more, daha çox. U, yəni U, üzərə T və ya N və ya da M ilə bitərsə, M gələrsə A sesini verir. Cut, sun, dumb, dumb. U və özündən sonra R gələrsə Ö və ya da ki sesini verir. Turn, burn. Deyə bilərsən turn, deyə bilərsən burn. Follow for more.